Qida istehsalı sahəsində çalışan Asim bəy yazır. Yeni reseptlər tətbiq olunanda istehsalda qarışıqlıq yaranır. Bunun qarşısını necə alaq? İstehsalda qarışıqlıq nədən yaranır ona baxaq. Bəlkə yeni reseptdə yazılmış o, belə deyək, texnoloji proses istehsalda heç mümkün deyil. Məsələn, orada yazıb atıram, misal, belə bir mikserdə qarışmalıdır. Ondan sonra keçməlidir, tutaq ki, soyuma sisteminə, sonra əlavə ingredient vurulmalıdır, bu olmalıdır, bu olmalıdır. Bizdə nə baş verir? Bizdə soyutma sistemi dünənə qədər işləmirdi, istifadə edilmirdik, lazım da deyildi. İndi çıxıb ki, bəs soyuma sistemi olmalıdır. Bax, bu resept yazılmamışdan qabaq texnoloji prosesdəki vəziyyət dəyərləndirilməlidir. Ona uyğun yazılmalıdır. Yəni, resept yazılıb, amma texnoloji proses yerində deyilsə, əlbəttə ki, burada problem yaranacaq. Və yaxud da ki, onlar malları götürüb təzədən aparmalı olacaqlar, haradasa soyuducu var onun içinə, soyudandan sonra hansısa emalı təzədən götürüb gətirəcəklər. Bu qarışıqlıq yaradır. Yəni, resept texnoloji ardıcıllığı nəzərə alaraq yazılmalıdır. Yox, əgər məcbur o resept işləməlidirsə, onu bu dəqiqə start verməyin adı yoxdur. O texnoloji proses yerinə gəlib çıxmalıdır, düzəlməlidir, ondan sonra başlamalıdır. Onda artıq qarşılıq olmayacaq.